Burada bir video saxla. Herkese salam dostlar. Bu günləri ilk dəfə olaraq sushi dadına baxacağıq. Həyatımda ilk dəfədir. Bilmirəm, 30 il ərzində nə əcəb yeməmişəm. Cəmaət Marsa gedir, Marsa həyat evi alır. Mən sushi dadına baxmamışam. Mən bəlkə də tərkibində balıq olduğuna görə nəsə risk eləməmişəm, balığı yeyən deyiləm mən. Hatta nəsə maraqlı görsən neyir. Həm də içi çiğdir. Nətər yiyəcəm, bilmirəm. Başlayaq. Keçək videomuza. İlk önce bu Japon çubuqlarını götürək. Nətər asları var. Evdə olmayıb, qoymuşda biçməyib. Bu qırılır, yoxsa belədir bu görsən. Yəqin ki belədir. Parmağı keçirsən, nasıl parmağı? Yəqin ki belə bir şeydir. Aranızda sushi yeməyənlər varsa kommentə yazsın görək. Mən təkəm yoxsa yox. Burada demək nə var? Burada soya sosu var. Wasabi. Deyilənə görə çox acıdır. Bu el arasında kələmlə deyirlər buna. Mən də maraqlanmışam. Həm də zəncəfildir. Mesela bu yeməkləri yeyəndən sonra zəncəfil yeyirsən ki, onun dadı dəyişsin də, o birislərin dadı gəlməsin. Öncə wasabini açaq. Sos. A few minutes later. Şişe yiyələk onu. Demək dostlar, mən mini set sifariş vermişəm. Hot Craft'dır, Philadelphia'dır. O birisi nədir? Kaliforniya. Hazır Kaliforniyadır. Bu Hot Craft pişmişdir. İçində krab var, düyü var, qaymaqdır, səhv eləmirəmsə. Mənə dedilər ki, ilk öncə bu Hot Craft'dan başla, heç vaxt çiğ balıqla deməmişlərsə, Hot Craft'dan başla. Mən ona görə də Hot Craft'dan başlayacağım, tərkibində balıq yoxdur. Mənə nətər tuturlar. Bundan oynayarıq da bir səhər kimi. Yaxınlar bunu nətər tuturur. Takıldı. Bu toyuğu gəlir bundan. Bismillah. Mən ki dadı sevəmirəm. Ancaq düyünün dadı gəlir. Belə başqa bir şeyin dadı gəlmir. İyi də pis deyil. Yəqin o birislər çiğ balıq zad var içində. Olan qoxusu pis gəlir. Nəsə sosa vurum. Bunu mən tam yeyə bilmədim. Qəribə bir dadı var. Qaymağın dadıdır, bilməm nəyin dadıdır, amma ürək bulantısı verir. İndi tam gəldi, bilməm sosdan da nədəndir, indi tam gəldi mənə. Artıqca da. Cəməm nə müdafiənim burada. Dostlar, kola gətirdim, yoxsa bu getmədə çox iğrənc dadı var onun. Yedim, sonradan mənə dadı gəldi ki, nədir, bəlkə mən xoşlamıram deyə. Bəlkə onun xəstələri var, onu bilmirəm. Bəlkə mən ağız dadıma uyğun deyil, onca yeyə bilmədim. Mən o sushin xəstələri var da, bir sürü nə qədər mağazalar, marketdə, hər yerdə var. Mənim heç bir şey deyil, ikincisinin dadına baxmaq istəyirəm. Bu Kaliforniyadır desəm, səhv eləmirəmsə, çubuğu da tuta bilmirəm. Tərkibində ikradır, götür. Hə dostlar, keçək Roll Kaliforniya, qırmızı olanlar. Tuta bilsəm göstərəcəm.
Ha bu. Şəkildə dağıldım. Mənim bazardığım mıqdı. Evdə olmayıb, qonşuda bişməyir. Mən onların necə qoydum. Tərkibini göstərmək istəyirəm. Tərkib var belədir. Xiyar da, düyüdür, ikra da. Belə eləyəcəm, elə dadına baxmaq üçün. Əlimlə tutacam, gözləyim. Wasabi ilə dadına baxacağım. Çox acı olar, biraz vurun. Xardaldır içine bu. Elimiz azı xardal var ha, ondan. Desin biraz çox oldu ya. Yeyindən istədim ki, nəsə acısı çoxdur. Bunu götüreyim. 1, 2, 3. Ben bu biberi yemez olaydım. Aha! Hadi ha. Gözlerinden su geldi. Madem işte çok acıdı. Daha bu kadar acı olduğunu bilmiyordum. O da oydu ya. Yaxşı kola var yanında. Olsa risk edip bu kadar acını birden yemeyeyim. Çok acıymış ama elim azdı. Yani artist değiller, neyinler. Yani mümkünsüz de onu yemek. Onun dadım bilmedim neydi. A few minutes later. Bir de videonu sakla. Bana batırdı. Ha, çeşitli değil. Haber mi? Bayağı ara verdim. Wasabi ne yediğime göre. Dadı çok acıydı. Hiç bilmiyorum dadı ne dadı verir. Boş bunun dadını yoxlayayım, görüm ne tərdir. Tutabilsem onda. Zor düzgün unuttum da yani dadı odur. Resmen ağız tadıma uygundur. Ama hiç daha bundan sonra hiç çok yemedim de yani. O derece. Üçüncü ise Philadelphia'dır, roll Philadelphia göstereyim size. Bunun tərkibində kremdir, qızıl balıqdır, düyüdür. Bunun balık vardı, o bir şey yine krabzadıydı. Yine kızıl balığıydı, de bagatıydı. Soğusa batırım biraz. Şöyle video çekelim ha. Mesela balık olmaya bakmayla bu o bizlerden daha tatlıdır. Bu biraz onlardan daha tatlıdır. Yani yeme olarak bu ben beğendim.
10 xaldan da 8 falan verərəm ona. Hə dostlar, mən qınamıyorum. Birinci dəfə deyirəm sushini. Həm də istəsəmə də o adı üstündə də çiğdir. Çiğ olduğuna görə adam məsələn risk edib tam yeyə bilmir. Adam çəkinir. Ona görə də yarısını, çoxsunu da hamısının yarısını yedim. Tam yedim, bəlkə də olmadı. Ona görə adam risk edə bilmir. Elə bir sən fikirləsən ki, çiğ balıq onun içindədir, promolərdə deyirsən. Gözün qabağına balıq gəlir də başa düşdün. Ona görə də yeyə bilmədim. Dostlar, həyatımda 2 dəfə idi mən sushinin dadına baxdım. Bəlkə sizin ağız dadınıza uyğundur. Sushi yeyərsiniz, xoşunuz gəlir. Yəni bunda xəstələr var. Ancaq mən ağız dadıma uyğun deyil. Mən çiğ, balıqdır, çox xoşlamıram. Ona görə də ki, çox da bəyənmədim. Aralarında biri vardı, dostlar. Onun dadı xoşuma gəldi biraz. Onu tam yemədim, yarısını tulladım. Belə ki, əslində o keyfiyyətlidir. Siz də alıb dadına baxa bilərsiniz. Arızda, bilmirəm, yəqin ki, sushi yeməyənlər 10-15 nəfər olar, o qədər adamlar. Onlardan biri mən idim. Onları kommentdə gözləyəm, yazarlar. Kim sushi yeməyibsə, demək kanalıma abunə olun, like atın, yorum yazmayı unutmayın. Dostlar, daha sağollaşaq. Çox sağ olun, videoya baxdığınıza görə təşəkkür edirəm. Söndür. Bu neydi ha? Dalıyoruz.